Bugün Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Midvolqa 2 adlı Rusiya tankeri Türkiyənin Qaradəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Bu barədə Türkiyə kütləvi informasiya vasitələri bu ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb. 13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib. Ekipaj üzvləri xəsarət almayıb. Bir neçə gün əvvəl Rusiyaya məxsus 2 tanker də hədəfə alınmışdı. Ukrayna Təhlükəsizlik Xidməti bu hadisənin dəniz dronları tərəfindən həyata keçirildiyini bildirib. Görünür, Ukraynanın bu planı Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq və sığortaçıları riskləri yenidən qiymətləndirməyə məcbur etmək məqsədi daşıyıb. Nəticədə tariflər müvafiq olaraq artıb. Artıq Rusiya limanları üçün geniş mümkün hücumlar ehtimalının yüksək olması nəzərə alınır. Şübhəsiz ki, Ukraynanın artan fəaliyyəti Rusiyanın cavab tədbirləri ehtimalını da artırır. Belə bir vaxtda Qaradənizdə aparıcı ölkələrdən olan Türkiyədən məsələnlə bağlı sərt reaksiya gəlib. Prezident Recep Tayyip Erdoğan Qaradəniz bölgəsində yaranan hər hansı təhdidə cavabsız qalmayacaqlarını deyib. Rusya, Ukrayna arasındaki savaşın Karadeniz'deki seyri sefer güvenliğini açıkça tehdit eder boyuta geldiği görülüyor. Cuma günü münhasır ekonomik bölgemizde ticaret gemilerinin hedef alınması endişe verici bir tırmanmayı işaret ediyor. Bilhassa kendi münhasır bölgemizde seyir, can ve çevre emniyetini tehdit eden bu saldırıları hiçbir şekilde mazur göremeyiz. Bu tarz durumlarla ilgili tüm taraflara gerekli uyarılarda bulunuyoruz. Son hadisələrdən sonra Qaradəniz üzərindən yük daşınmasının dəyəri yüksəlib. Artan təhdidlər və potensial zərbələr müharibə riski sığortası tariflərinin daha yüksək olmasına səbəb olub. Yenilənən sığorta haqları neftin dünya qiymətlərinə risk premiyası kimi əlavə olunur. Bu isə həm Rusiyanın büdcə gəlirlərini sıxışdırır, həm də Avropa, Çin və Hindistan kimi enerjidən asılı dövlətlərdə istehsal xərclərini çoxaldır. Gəmiçilik sənayesi mənbələrinə görə Ukrayna limanlarına 7 günlük gediş üçün müharibə riski dərəcələri ötən həftəki 0,4%-dən 0,5%-ə yüksəlib. Rusiyanın Qaradəniz limanları üçün ənənəvi olaraq daha baha olan sığorta əvvəlki 0,6%-lə müqayisədə 0,65-0,80% səviyyəsində qiymətləndirilib. Bir tanker üçün 100 milyon dollarlıq yük daşınmasında 0,2%lik artım 200 min dollardan artıq əlavə xərc deməkdir. Ukrayna limanlarına sığortanın yüksəlməsi gözlənilən idi. Çünki bu ərazi aktiv münaqişə zonasına daha yaxındır. Rusiyanın Qaradəniz limanlarında isə hətta əvvəlcədən də sığorta baha idi. 0,6%. İndi isə 0,65-0,8% arası qiymətləndirilməsi iki amildən qaynaqlanır. Bu limanların qərb sanksiyalarına məruz qalması, son hücumların məhz Rusiya istiqamətinə yönəlməsi. Yəni Rusiya limanına girən tanker artıq yalnız müharibə riskinə görə deyil, həm də sanksiya tərtibatlı hüquqi və bank riskinə görə əlavə xərc yükü daşıyır. Qaradəniz uzun illər Avropa, Rusiya, Qafqaz və Orta Asiya üçün strateji tranzit xətti olub. Lakin indi bu xəttin təhlükəsizlik profili dəyişir. Hücumlar təsadüfi akt kimi deyil, logistikanın zəif nöqtələrini vurmaq üçün iqtisadi rıçaq kimi istifadə edilir. İqtisadçıların bir çoxu düşünür ki, Avropa neftin birbaşa fiziki defisitini yaşamaya bilər. Lakin qiymət artımı inflyasiyaya təsir göstərəcək. Xüsusilə enerji tutumlu sənaye sahələri olan nəqliyyat, kimya, polad istehsalı kimi sahələrdə bu xərclər birbaşa fəaliyyətə təsir edər.